Və dediyim kimi, yəni bu şeytanın hilələrindən biridir. Və şeytan insanları bu yolla, insanları şirkdən yönəldib başqa günahları böyüdür. Məsələn, zina böyük günahdır, sözsüz ki. Adam öldürmək böyük günahdır. Amma Allahdan başqasına and içmək, bu əslində kiçik şirk olsa da böyük günahdan daha böyükdür. Yəni Allah kiçik şirk olmasına baxma, indi qeyd edəcəyik inşallah şirkin növlərini. Allahdan başqasına and içmək əslində kiçik günahdır. Kiçik şirkdir. Amma adam öldürmək böyük günahdır. Buna baxmayaraq yenə də Allahdan başqasına and içmək demək adam öldürməkdən daha böyük, zinadan daha şirk. Ona görə Allah ibn Məsud nə deyir? Deyir, mənim Allaha yalandan and içməyim Allahdan başqasına and içməkdən mənim üçün daha sevimlidir. Yəni Allahdan başqasına, Allaha yalandan and içməyim, Allahdan başqasına doğrudan and içməyimdən, yəni doğrudan and içməyimdən daha sevimlidir. Yəni çünki niyə görə? Allaha yalandan and içmək, bəli, Allaha yalandan and içmək günahdır. Böyük günahdır. Amma Allahdan başqasına and içmək isə bu kiçik şirkdir. Ona görə bu ondan daha böyükdür. Ona görə də bu məsələ, yəni ki, şirk məsələ çox önəmli məsələdir və hər bir müsəlmanın üzərinə vacibdir ki, şirk məsələ, nəyin şirk olduğunu və şirkdən çəkinməyin yollarını və s. bunları öyrənsin. Və ümumiyyətlə biz baxsaq Quran-ı Kərimin 1/3-nin, yəni ayələrin 1/3-i məhz şirkdən danışır. Və həmçində Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Məkkədə olarkən 13 il ancaq insanları tövhidə dəvət elədi. Yəni Allahla şərik qoşmağı izah elədi ki, nədir Allaha şərik qoşmaq? Və hətta o vaxt heç namaz, oruc, zəkat vacib olmamışdı. Yəni bunlardan ilk vacib olan nə oldu? Demək, ilk vacib olan demək şirkdən çəkinmək, tövhid. Və məsələn Uca Allah Quran-ı Kərimdə buyurur. Zumər surəsi 65-ci ayə. Sənə və səndən əvvəlkilərə, yəni sənə Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm Allah təala müraciət edir və səndən əvvəlki peyğəmbərlərə belə vəhy olunmuşdur. Əgər Allaha şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Yəni şirk elə bir günahdır ki, insanın bütün əməllərini puç edir. Nə qədər yaxşı əməl sahibi olursan ol, böyük əməl sahibləri ol. Yəni həcc, namaz, zəkat, oruc. Amma Allaha şərik qoşursansa, sənin bu əməllərin puç olacaq. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, biz onların əməllərini toza döndərəcəyik. Yəni, şərik qoşanlar, Allaha şərik qoşanlar.